Bugün Sumqayıtın müəssisələrində, tikintilərdə, küçə və meydanlarda adi şənbə gününün sakitliyini başqa bir mənzərə əvəz etmişdir. 10 minlərlə Sumqayıtlı öz doğma şəhərlərini abadlaşdırmaqla yanaşı, zərbəçi əməkləri ilə daha keyfiyyətli məhsul istehsal etməklə məşğuldurlar. Son vaxtlar Sumqayıtların dilindən düşməyən və qısaca EP300 kimi tanınan Epilen Propilen zavodunun tikinti meydançasında daha qələbəlikdir. Şəhərin bütün idarə və müəssisələrinin kollektivləri öz müəssisələrində işləməklə yanaşı, peşəsindən, ixtisasından, tutduğu mövqedən asılı olmayaraq öz nümayəndələrini bu nəhəng tikintiyə göndərmişlər. Bu bir daha onu sübut edir ki, Respublikamızın, eləcə də ölkəmizin kimya sənayesi potensialında mühüm əhəmiyyət kəsb edəcək Epilen Propilen zavodunun tezliklə istifadəyə verilməsinə Sumqayıtlılar hamıdan çox narahatdırlar. Elm və texnikanın son nailiyyətləri əsasında ucaldılmış bu nəhəng müəssisənin tikintisi 7 ildən çox davam etmiş, inşaatçı və quraşdırıcılar 140 milyon manatlıq iş görmüşlər. Bu zavodun tikintisinə biz çoxdan başlamışıq. Burada biz çoxdan işləyirik və çox əmək sərf eləmişik. Ancaq zavodun tikintisi üçün abadlıq işlərinin görülməsinə vaxt çatmırdı. Bugünkü məclis günü yerinə düşdü. Bugün burada 1000-dən artıq fəhlə çalışır. Onlara biz öz minnətdarlığımızı bildiririk. Bizim bu abadlıq işlər görməyə qüvvəmiz çatmırdı. Çünki bu obyekt çoxdan tikilir, istehsalat tulantıları çox idi. Bunun öhdəsindən biz gələ bilmirdik. İməcliyin qaynar iş günü davam edir. Şəhər qərargahı görülən işləri nəzərdən keçirir. Məlum olur ki, bugün Kommunist İməcliyində çalışan 51 min nəfər Sumqayıtlı adi iş günlərindən fərqli olaraq 150 min manatlıq əlavə iş görmək əzmindədirlər. Sabah davam edəcək İməclikdə əlavə olaraq daha 100 min manatlıq iş görmək nəzərdə tutulub. Həmin vəsaitin 90 min manatını 5 illiyin fonduna köçürmək qərarı alınıb. Bugün Epilen Propilen zavodunda tamamlama və abadlıq işlərinə kömək edərək yeni zavodun istifadəyə verilməsini sürətləndirmiş hər bir Sumqayıtlının qəlbində sentyabrın son şənbəsinin xoş xatirəyə dönəcəyinə şübhə yoxdur.